Bəs sən ona Ali Rahimova niyə demədin ki, bəs mənə deyirdin pul göndərəcəm, Xaqon Dedim, pislər. evet. Və pul niyə gəlmədi? Niyə demədin? Denən mən çıxdım Xaqonun şər atdım, pislədim də sənə görə. Bəs nə oldu? Heç də deyəmədim. Yox, demədin və pulumu niyə göndərmirsən? Bəs pul göndərirdi sənə Xaqon məhkəməyə verəcəkdi, nə oldu? Nə bilim, indi deyir ki, polisə verəcəm, polisə tutturacam. Hamısı elədi də, əmin. Ey Allah. Səni danışdırdı, sadəcə olaraq qıraqdan da biraz o bayaqçı qoşulan var idi, söyüş-söyən o qulu. Hə. Və onun kimlərdir də, biz onun anasına, uşağına burada xəstə arvadına dəstək veririk. Qulu da gedir orada xaricə qaçıb söyüş-söyür. Hamısı xaricdədir, hamısı. Ha. Birisi Azərbaycanda söyən yoxdur. Ay sağ ol. Ona görə də bu qulu kimisini biz dəstək veririk. O da söyür. Sonra da sənin kimi biraz ağlı zəif olan uşaqlardan istifadə edir, bir də qadınlardan. Bir qadınlardan bəzi 1-2 nəfər də. Görürsənmi? Bu günə kimi 8.000 evdə olmuşam. 10 minlərlə insana əlavə dəstək göndərmişəm. Allahın da olsun o gün burada olanlar varsa yazın bura ailələrdən 100 ailəni qeyd elədim, 100 dənə ailəyə dəstək nömrəsini verdim. Azərbaycan tərəfindən dəstək gələcək. Bax burada yazsınlar ki, bax Xaqo bizim də nömrəni vermişsən. Bax yazacaqlar. Kimsə çıxıb yazacaq. Bax, biri yazacaq ki, Xaqo, bax ola bilməz ki, o 100 ailədən biri burada olmasın. Biri ən az 3-2. Yəni Siz yalan danışmaz. Mən o qədər dəstək verirəm, maşın, düzdürmü? O da Aliçqada sənin kimi uşaqları, bir-iki arvadları başına alladır və bir şey olacaq ki, həmən uşaqları, arvadları mən tapıram. Bütün göstərirlər Ali Rahimov, Vətən xaini necə alladıb, hamısını göstərir. Başa düşdün? Hamısını göstərir. Onda mən onu da bilirəm, cəmaata sübut edirəm. Mənə bəzən deyirlər ki, deməli, sən niyə insan ona baş qoşma? Niyə baş qoşmuyor? Mən sadəcə cəmaata sübut eləmək istəyirəm. Başa düşdün? Salam aleyküm. Salam. Axşamın xeyir, Xaqo, necəsən? Axşamın xeyir, var olasın. Bu Alinin yayında danışan uşaq bu idi. Hə. Mənəm qardaş. Necəsən ata? Çox sağ olun, yaxşıyam. Ata, sənin neçə yaşın var? 15. Bax, özün danışdır, heç mən demirəm. Bax, danışdır. Ay maşallah, Allah ömür versin, Allah can sağlığı versin. Ata, Xaqanı əmin tanıyırsan da Xaqonu? Bəli. Hə, nə yaxşı. 2 ildir tanıyıram, 3 ilə yaxın. Nə gözəl, nə yaxşı. Atam, bax, gör əmi sənə nə deyir, qurban sənə. Buyurun. Ali Rəhimovla danışmısan telefonda? Bəli, niyə danışmamışım? Zəngdə danışmısan? Bəli, zəngdə də danışmışım. Nə deyirdi, nə danışırdı o, sənlə nə söhbət edirdi? Necə, təzəlikçi yoxsuz, köynəndiyiz. Bu təzəlikcə Xəqanəm haqqında danışdırırdı səni. İşte deyirdi ki, polisə verilmişəm. Təzəlikçə tutulacaq. Özü də yəni yalancı adamdır da yəni. Heç şey dedim ki, nə edirsən elə. Heç də deyəməyəcəksən. Yəni çıxıb gələ bilsəsə Azərbaycan gəl burada sözü denə. Bax atam, Şah İsmail Xətai tarixə bir də məktəbə gedirsən sən? Xeyr. Ay sağ ol, getmirsən. Canın sağ olsun. Şah İsmail Xətai 14 yaşında hakimiyyətə gəlib. 14 yaşında dövlət idarə edib Şah İsmail Xətai. Sənin 15 yaşın var atam. Bəli. Elə insanlar, bax bir şey məntiqlə düşün atam. Məntiqlə bir şey düşün. Şəhid sənin üçün nə deməkdir? Yəni biz yaşayırıqsa şəhidlərə görə yaşayırıq. Ay sağ ol. Qazilərə, şəhidlərə Ay görə. əmi sənə qurban olsun. Xəqanını qoyuram qırağa, sənə dəstək oldu, olmadı və s. və ilaxır. Bir məntiqlə bir şey düşün. Bu adam şəhidin ruhunu söyür. Bu adam sənə hörmət eləyərmi əmi qurban? Əlbəttə ki, yox. Bir dənə əmi söz soruşum. Xalqcan əmi, Buyur. bu Murad deyirdizə, bu Murad bu əmidir. Nəsə, mənim başıma. Qardaşı şəhid olub, onu söyüb adı. İndi atam, gör sənə nə deyirəm, sənin 15 yaşın var, uşaq deyilsən, körpə deyilsən. Buyurun.
Ali Ali də bu. Can. Evet, canın yanından vurduq indi 22 min. Əla. Alinin axırıncı 22 minlik səhifəsi də getdi. 3 səhifəsini bir vurdu. Onlar çox gedəcək. Zveri də vurdu. Axırıncı 22 minlik də vurdu. Əla, qəşəng. Bir dənə səhifəsini qoymayın ha. Əziz dostlar, bax vuranlar mənə atırlar. Bütün raporları mənə atırlar Murad. Vurduqca mənə atırlar. Bir dənə Skrin sənə atmamışdan qabaq mənə skrin gəldi. Bu da getdi yazıldı. Bu da getdi. Vururlar. şeydir, deyirsən əksinə danışırsan yazıb mənə. Kim yazıb? Zəng edən bayaqdan o da Əli Rəhimov. Ali Rəhimovdur. Ay Xaqo. Bir dənə Xaqo. Hə. Bəlkə qoşasan onu biraz pazlayaq burada. Yox, yığır uşağı söyləyəcək, söyüş söyləyəcək. Uşağı düşürdük. Uşağı düşürdük özümüz pazlayaq. Söyüş söyləyəcək. Uşağa söz verib pul atacam, get məhkəməyə ver, mən pul atacam, get belə elə. Atsın da. Pul atacam pampersinə. Volka gəlirəm. Anladı, uşağı anladı. Ha, onu blok elə də. Sən Yığma. Atmayacam, yığma. araya at, blok elə, Nabab Murad Sadə burdadır. Mən qoyduq qırağa. Mən bilirəm. Reallıqları bilirəm. Sən blok edib gəlirəm əmi. Qoy Murad əmi sənə suallar versin. Lap başdan versin. Necə olub, nətər olub, Xaqo necə çağırmısan, necə gəlmişəm. Hamısını versin də. Yəni Ali yalandan video boşmaqla deyil ki. Xaqo sənə bir dənə söz deyim mi? Buyur. Harda gördün oxlar bir dənə hədəfə tuşlanıbsa bil ki haqq oradadır. Qoş deyil, art deyil, qoş halini. Onun bütün səhifələrini vurmuşu, o bir dəqiqə Ali prima qaçır, istəyir ki prim olsun. Onun bütün səhifələrini Xaqo buradan elan edirəm. Onun bütün səhifələrini vurduran mənəm. Bütün səhifələrin raporu mənə də gəlir. Birinci vurulan kimi bizə Bu da gəlir. sən qoyun fona göstərim sənə bu da getdi deyə. Yox, getdi demirəm. Mənə raporlarını atırlar. Getdinin raporları. Sənə də atıram, burada da atıram, kimizə də atıram raporu mənə. Proqramist 666-nı qoş. Deyək, buradadır. Buradayam abi, Xaqani mənim tanışımdır. İkimizə də atıram Abi, xoş raporu. gəldin. Mən səhifəsi canlısı vuruldu. Bu proqramist 20 ildir məni tanıyır. Ay Murad, mənim köhnə Bilirəm. Getdi o da abi. Getdi canlısı, atmışam Xaqaniyə, bax Xaqani WhatsApp-a. Mənə də Canlısı atdın. getdi. Yuxarıda gəldi bilmiş. Mənə də gəldi. O Bir bilər, səhifə ilə vurulub. Biri başqa səhifə ilə, biri başqa səhifə ilə. o təzə birini açıb, o şey verib, onu da vurun. Oydu bu. Onun canlısı vuruldu da elə. Əla. Vurduq canlısını. O qoymayın onu. Ümumiyyətlə onu Azərbaycanda qoymayın ki, İstəyirlər siyasi tərəfindən yaradılmış kontent qoşsunlar. Nə qoşurlar, mümkün deyil. Mənim qabağımda dura bilməyəcəklər. Onun buyurun, o yayımı açan şəxsin şəklini WhatsApp-da sizə atmışam mən. Ekrana göstər bir də o şəxsi. yayın açan hansıdır? Şəklini atmışam sənə bir yaxları WhatsApp-da bax onun. Üzünə telefon tutan oğraş. Kimi deyirsən? İndi bu uşağı Bu yox. O Ali Alfa səhifəsindən yayımı açan var idi ya. Ha. Kənan adında oğraş. Bax onun şəklini atmışam mən sənə WhatsApp-da. Ha, baxdım onu. Ha. Gördüm. O bizim oğlun şəklini atmışam sənə mən WhatsApp-da. Və Alinin hardasa Telegram Xaqocanda videolarını paylaşmışam ki, baxanlar görüb o kim olduğunu. Bir arvad bir uşaq çatmış. İkisi də bax burdadır. Arvad özü də Yaxları bir yorumumu vurmuşam. Bir yorumu vurulur. Proqramist, Yenə ha, ona bax, asdım sən- atları. şey gəldi. Ay. Elə şeylər demə. Bax, elə söz deyirsən, spam gəlir mənə. İndi bax, 1200-ə qaldırmışdıq. Sözlərlə gəlir. Hə, sözlərlə gəlir. Aha. Bax, 1200, bax, düşəcək 1100-ə. Çünki spam gəldi. Tam elə sözlərlə gəlir. Gələn vaxt plusla açmaq lazım elədir. WhatsApp-la danışır. Kimdən danışır? Gəldim. Ha, bu Alinin ümumiyyətlə demək olar ki, məhv eləmişik. Bir şey qalmayıb. Konkret qardaşın bilsən neyniyir? Ali var idi ki, yoxdur olar. Qardaşın bir şey bilsən neyniyir? Bir dəqiqə onu bilsən neyniyirəm? Ağlayır. Mən xəbər çatdım ki, Murad. mən onun Lənkərarlar gəlirəm. yaxınında olan bir adam var. Lap evinin içi kimidir də. Yəni
Onun xəbəri yoxdur. Mənə çatdırıb. Deyir, pivə içir, pivəni qoyur belə, sənin canlıva, sənin videolarına baxa-baxa, siqaretdən çəkir, gözündən yaş əsəbindən ağlayır da, belə önkür. Gözünün yaşını silə-silə belə pivəni içir. Ali o vəziyyətdədir. İnan Allaha ki o vəziyyətdədir. Baba. Ali Demişəm də, var ki, onu demişəm, 12 qəpikli, 12 qəpikli idi o. 2 də yox, 1 qəpik. İndi mən amma o 1 qəpik eləyəcəm də. 2 qəpiyini 1 qəpiyə salacağım. Salmışıq demək olar. Qocan bəy, mən hal-hazırda Lənkərandayam. Burada qəbirstanlıq hardadır, yerini bilmirəm. Evet, bir dənə qəbir qaz gir ora canı qutarsın da sən də. Allah sənə, Namiq Allah sənə rəhmət eləsin. Qəbir qaz gir ora da. Allah eləməsin. Namiq Allah sənə rəhmət eləsin, ay Namiq. Amin, amin. Xago, Hə, buyur. Allah haqqı məni bir dənə böyük ekrana ver, görün. Ha, onun böyük səhvləri sən nə qədər çoxdur. Bax, deyim sənə. Bax, bu sosiala girəndən, onun burada ümumiyyətlə Məni böyük ekrana ver. Bakıda burada bir dəqiqə izləyənlərdən ola bilməz ki, olmasın ki, onu tanımayanlar. Bax, onun problemlərini deyim də sənə. Məni bir dənə böyük ekrana ver. Hə. Onun keçmişini ümumiyyətlə, həyat hekayəsini, dostları, sinif yoldaşları, kim olub, necə böyüyüb, gəlib burada nəyə hamısını mən bilirəm də, çünki mən onların hamısının içindəyəm. Başa düşdün? Alini mən qəşəng tanıyıram da. Yəni kimsə də deyirsə gedə. Xago. Vaxt itkisidir sənin işlərin. Bax, vaxt deyəndə ki, bax görürsən uşağı qoşdu, arvadı qoşdu, adıma ləkə gəlir. Mən adımı təmizləməliyəm. Mən sevmirəm ki, adımda hansısa ləkə qalsın, mən çıxım gedim. Elə bir şey. Xago. Vallah billah vaxt itkisidir bu. Qardaşım, o eləmirəm yardım. Qoy eləməyin 5 gün. Adımı təmizləyim, sonra davam eləyərəm. Nə olar ki? Deyirəm ki, vallah vaxt itkisidir. 6 ildir dayanmadan eləmişəm. İndi 5 gün ali kimi mənlik sizi məhv eləməyə dəyməz. 5 günümü ayıram onu. Namiq hardasan? Nə eləmişəm? Lan gəlirəm yardımdan. Nə gəzirsən yardımlı da? Hə, yardımlı yox, Lənkərandan gəlirəm. Bildi be, nə gəzsən Lənkəranda? Bir xanım var idi, mənə video müraciət eləmişdi, pis vəziyyətdə idi, hamilə qadın idi, 4 dənə oğlu var, 2 qız, 3 oğlan olacaq, oğlan da olacaq. Vallahi 246 manat ona pul yığdım, verdim, çıxdım gedirəm evə. Ali ilə vaxt itirməyin. Mən itirmirəm qardaş, ona başda qoşmadım. Nələr desə də hə, əgər mən ona o zarafat söz var ha, onu demişəmsə şərəfsizəm. Heç nə. Qeyrətli olan insan danışmayın, sən də spama gedirsən. Qeyrətli olan insan heç vaxt söyüş söymür. Qardaş təzə danışıram, bir dənə də spam gəldi. Bir dənə də spam.